O dedi, ey Rəbbim, mənə əməli salihlərdən olan övlad bəxş et. Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda, İbrahim dedi, oğlum, yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax, gör, nə düşünürsən? O dedi, atacan, sənə buyrulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən. Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman biz onu çağırıb dedik, ey İbrahim, artıq sən yuxunu təsdiq etdin. Biz yaxşı